Salam hörmətli izləyicilər. Vadi Destroyer 05'in 50.000 probek gedib. Birinci dəfədir korobka yağını dəyişirəm. Burada Razindir. Arzu Şallı Sarayın yanı. Bu servisdir. Amil ustadır. Sənətkardır. Gətirmişəm yağını dəyişməyə inşallah. Bu da korobka yağıdır. BYD Destroyer 05. Bu zavod. Qardaşı özlərinin dükanları var. Bu 130 manata 3 litr yağ. Bu da orijinal filtr. Orijinal filtr. Arxası bənövşə ilə idi. Bu da 3 litr yağ. Ustanın əl haqqı, zəhmət haqqı. Hamısı birlikdə 130 manat. Usta da Allah qüvvət versin ustalara. Usta da baş asır inşallah. Filtr atsan usta. Bəli. Birinci dəfə dəyişilir. Korobkanın yağı birinci dəfə dəyişilir 50.000. İnşallah 100.000-də də gətirərəm. 100.000-də korobkanın içində filtri dəyişiləcək inşallah. Salamatlıq olsun. Bənövşə rəydədir. Bu da 3 litr yağ BYD-nin. Korobkanın yağıdır. Sarı deyim, məndən qaralar. Bunlarda çok qaralmır. Kırmızı olanda qarar. Korobkanın yağı filtri asıldı. Şimdi yağı töküldü. Təzə filtr bağlanacaq. O probkadır. Hə, filtr bu deyim, mən dedim. Mən dedim. Hə, filtr budur. Mən dedim, probka idi, probka asıldı, indi bu da filtr. Zaten filtr normaldir. Sürüşkə zad yoxdur ki. Aha. Ya sürüşkə. Yok, tuşka yok. Bu da filtr. Filtr atıldı. Şimdi yeni filtr bağlanacaq. Bu da aşağıda probkadır. Yağı boşaltmağa görə. Təzə filtr qoyuldu. Sonra bunu silsin, bağlasın yerinə. Ustanın yeri Arzu Şallı Sarayın yanındadır, Razində. Usta, əlaqə nömrə verir kim? 077 332 0063. Hem ehtiyac hissələri var, hem de servis bunlar. Kimə lazımdır? İnşallah gəlib dəyişərik yağı. Kapıları toxu onunla dəyişir. Onunla dəyişilir. İndi yağ tökülür bura. Rəngi sarı. Onu gətirirlər qırmızı, qırmızı düzgün deyil. Nəyi? Bunun topusku sarı. Hə. Yağ. Bunun aparatın adı nədir? Pompa. Ha, bu pompa ilə vurulacaq ora. Yox, pompa.
Yağ pompası korobkaya indi bununla vurulacaq. Şupu zadı var burada. Şupu zadı. Ağzından töküləndə bu. Urusnoy pompadır da. Bəli, bəli. Ya Allah. Korobkaya yağı buradan vururlar. Da pompa ilə. Orijinal filtrdir bu, orijinal filtr. QR kodlandı. Bu orijinaldır. Birebir orijinal tam. Bu orijinaldır. Bu QR kodu zadamız var. Bu orijinaldır. Tam orijinal. Bu da Bu da birebir eyni. Aklas filtr. Bakın. Deməli, bu yağla bu orijinal dəyişiləndə 130 manata, filtr yağ ustaplı 130 manata. Bu filtr neçədir? İndi bununla bu dəyişiləndə bununla 130 manata. Bundan bu 100 manat. Bununla bu 100 manat. Bəli. İndi belə yağ da var, Enos. Enos yağı ilə bu filtr 85 manat. Enos yağı ilə korobka yağı. Enos yağı ilə bu filtr 85 manat. Bu isə Enos yağı ilə orijinal filtr 100 manat. Enos yağı ilə orijinal bu filtr 100 manat. 85 manat, 100 manat budur. Bu da Tam orijinallar. bu da 100 manat, bu da bundan 130 manat bundan. Bunun ağzından yağ gəlir isə. Bu yağ gələndə şüp orada bilinir ki, dolub ki, yağ vuruldu, qutardı. Oranın probkası da var da, probkanı da bərkidir. Şüpü oradan yağ gələndə o dolmağı oradan bilinir. Filtr dəyişildi. Bu da probka bağlanır, iş qutardı inşallah.